Salam, silindirə aid belə bir sual verilib. Silindirin daxilinə radiusu 3 cm olan kürə çəkilmişdir. Silindir çəkdim, indi daxilinə kürə çəkək. Deməli, radiusu 3-dür bu kürənin. Bizdən silindirin həcmini soruşur. Şəkildən göründüyü kimi bu radiusu bu cürdə çəkə bilərik, baxın. Bu cürdə çəkə bilərik bunun radiusunu. Deməli, bura 3-dürsə, həmçinin silindirin oturacağındakı dairənin radiusu da 3-ə bərabərdir. Və yadda saxlamaq lazımdır ki, əgər silindirin daxilinə kürə çəkilibsə, bu silindirin ox kəsiyi kvadratdır. Yəni, burada A, B, C, D kvadratdır. Kvadratdırsa bütün tərəfləri bərabərdir. Radius 3-dürsə, diametr, yəni AD 6-dır. Oturacaqdakı dairənin diametri 6-dır. Həmçinin CD də 6 olacaq. Silindirin həcmini tapırıq. Silindirin həcmi oturacağının sahəsi vurulsun hündürlük. Yəni pi r kvadratı vur h. Pi vur. Radiusu 3-dür. Kvadratı 9. H da 6. Olacaq 54 pi. Yəni olacaq D variantı. Salam. Şəkildə verilənlərə görə konusun həcmini soruşur. Konusun həcmi 1/3, oturacağının sahəsi vurulsun hündürlük. 1/3 oturacağı dairədir. Dairənin sahəsi pi r kvadratı vur h. Radius məlumdur 4-dür. Hipotenuz 5. Deməli bunun hündürlüyü Pifaqora görə olacaq 3. 3/1 pi r 3-dür. R 4-dür. Kvadratı 16. H da 3. Olacaq 16 pi. Yəni B variantı. 18 nömrəli sualda kürənin radiusu 6 olarsa həcmini soruşur. Kürənin radiusu 6-dırsa, kürənin həcmi 3/4 pi r kubu. Olacaq 3/4 pi r'imiz 6-dır. 6'nın kubu 216. 216'nı 3'e böləndə verir bizə 72. 72'ni 4'e vuranda 288 pi. Yəni A variantı. 19 nömrəli suala baxaq. Silindirin daxilinə konus elə çəkilmişdir ki, hər iki fiqurun oturacaqları və hündürlükləri konqruentlidir. Bu silindirdir. Deməli, bunun daxilinə kürə çəkilib. Daha doğrusu konus çəkilib. Konus çəkək bunun daxilinə. Konusu elə çəkməliyəm ki, radiusları və oturacaqları və hündürlükləri konqruent olsun. Deməli, konusunda oturacağı silindirin oturacaqdakı dairənin üstünə düşməlidir. Çəkdik bu. Deməli, indi nə deyir bizə? Silindirin həcmi və silindir konusun həcmindən neçə dəfə çoxdur? Bərabərdir sual. Silindirin həcmi nədir? Silindirin həcmi oturacağının sahəsi vurulsun hündürlük. Konusun həcmi isə 3/1 S oturacaq vurulsun H. Bərabərdir. İndi oturacağın sahəsi pi r kvadratdır. Radiuslar eynidir. H'lar da eyni olduğuna görə, baxın, h'lar da eynidir. Deməli, burada S oturacaq h'lar ixtisar gedəndə 1-i də 3/1-ə bölsək, olacaq cavab 3C variantı. Baxırıq 20 nömrəli sualı. 20 nömrəli sualda kürənin həcmi 10/3/2 pi kub santimetrə bərabərdir. Kürənin diametrini soruşur. Bu da sadə sualdır. Kürənin həcmi 3/4 pi r kubu. 10/3/2 pi bərabərdir 3/4 pi r kubu. Burada pi'lər ixtisar gedir hər tərəfdən. 10/3/2 3/32 deməkdir. Bərabərdir 3/4 r kubu. 3'lər ixtisar gedir. 32'ni 4'e böləndə 8 bərabərdir r kubuna. R olacaq 2. Kürənin diametri radius 2'dirsə, diametri də onun 2 misli olacaq 4 A variantı. Baxırıq 21 nömrəli suala. Konusun oturacağının sahəsi S. R'dir. Doğranın uzunluğu L/2'ye bərabərdir. Bura L/2'dir. Konusun yan səthinin sahəsini soruşur. Konusun yan səthinin sahəsi pi r l. Pi
bir dəqiqə, oturacağının sahəsini elə S veriblər bizə, düzdürmü? Oturacağının sahəsi S-dirsə, oturacağı dairədir. Dairənin sahəsi pi r kvadratı bərabərdir S-ə. Biz buradan r-i tapmalıyıq. Baxın, yox, bəli, r-i tapmalıyıq. R kvadratı bərabərdir S böl pi. R də olacaq kökün altında S böl pi. Getirib burada yerinə qoyaq. Pi vur. R-in yerinə yazıram S böl pi kökün altında. L-in də yerinə yazıram L böl 2. Çünki L böl 2 veriblər. Bu da bizə verir pi L böl 2 kökün altında S böl pi. Var mı belə cavab? Pi L böl 2 pi'ni də kökün altına salırlar. Hə, pi'ni sadələşdiriblər. Bu pi'ni salaq kökün altına. L böl 2'ni olduğu kimi saxlayıram. Pi'ni kökün altına salanda kvadratı yüksəltməliyəm. Yəni pi kvadratı şəklində kökün altına girir. Böl S, vur S böl pi. Buradan da alırıq ki L böl 2 vurulsun. Pi'lər ixtisar getdi. Kökün altında S pi. L böl 2 S pi olacaq cavab Y variantı. 22 nömrəli sualda bərabər tərəfli silindirin həcmi 54 pi-dir. Ox kəsiyinin sahəsini soruşur. Deməli, bərabər tərəfli silindir çəkək əvvəlcə. Bərabər tərəfli silindir ox kəsiyi kvadrat olan silindirdir. Bunun deməli, ox kəsiyinin sahəsini soruşur, düzdürmü? Həcmi necə tapırdıq? Həcmi oturacağının sahəsi vurulsun hündürlük. Bura R, burada R-dirsə, ox kəsik kvadrat olduğuna görə, baxın, bura kvadratdır. Bərabər tərəfli silindirdə ox kəsik kvadratdır. Kvadratdırsa, deməli, h 2r-ə bərabər, çünki bütün tərəflər bərabərdir. Deməli, həcm düsturunda pi r kvadratı, h-ın da yerinə yazıram 2r. Olacaq 2 pi r kubu. 2 pi r kubunu bərabərdirik 54 pi-yə. 2 pi r kubu bərabərdir 54 pi. Hər tərəfi pi-yə bölürəm. R kubu 54'ü 2'ye böləndə 27, R də olacaq 3. Ox kəsiyin sahəsini soruşur. Ox kəsiyi kvadratdır. Kvadratın sahəsi tərəfin kvadratına bərabərdir. Yəni 2R'in kvadratına və yaxud da 2R vur 2R şəklində yaza bilərik. 4R kvadratı. R'imiz 3'dür. Kvadratı 9. Olacaq ox kəsiyin sahəsi 36. Konusun yan səthinin sahəsinin oturacağının sahəsinə nisbəti kök altı 2'yə bərabərdir. Ox kəsiyinin təpə bucağı neçə dərəcədir? Konusun yan səthi pi rl, oturacağının sahəsi pi r kvadratı bərabərdir kök altı 2. Burada pi'lər ixtisar getdi, r'lərdən biri getdi. L böl r bərabərdir kök altı 2. Konus çəkək. Deməli, biz buradan L-ni almışıq. L-i kök altda 2R almışıq, düzdürmü? L-in yerinə yazaq kök altda 2R. Kök altda 2R, burada R-dir. İndi biz h-ı tapa bilərik Pifagora görə. L-i tapmışıq kök altda 2R, burada R-dir. R-i tapanda və yaxud da buradan da aydındır da, hipotenus katetin kök 2 mislidirsə, deməli, burada digər katetdə R-ə bərabərdir. Çünki bərabər yanlı düzbucaqlı üçbucaqda, katetlər məsələn R olsa, hipotenuz olacaq həmin katetin kök 2 misli. Burada da eyni qaydada hipotenuz katetin kök 2 mislidirsə, deməli burada h da elə R-ə bərabərdir və yaxud da Pifagorla da tapa bilərik. Yəni h kvadrat üstəgəl R kvadratı, kök altda 2 R kvadratı. Buradan h kvadratı bərabərdir. 2r kvadratdan r kvadratı çıxanda r kvadratı, h da olacaq r. İndi bizə nə soruşur? Deməli, burada yan tərəfləri bərabər olan düzbucaqlı üçbucaq alanda oturacağına bitişik bucaqlar olacaq 45 dərəcə. Bura 45-dirsə, bu da 45-dir. Çünki buraya hər ikisi L olduğuna görə bərabər yanlı üçbucaqdır. Təpə bucağı olacaq 90 dərəcə.